Kəşmir vadisində törədilən və arxasında Hindistanın Pakistanı görmək istədiyi bir terror aktı bölgədə gərginliyi kəskin şəkildə artırdı. Hadisəni törədənlərin müsəlman kimliyi bu dəfə də ittihamların birbaşa İslamabada yönəlməsinə səbəb oldu. Yeni qarşıdurmaya zəmin yaratmaqda maraqlı görünən Hindistan cavab olaraq su resurslarının qarşı tərəfə ötürülməsini dayandırdı. Halbuki 1960-cı ildə imzalanmış Indus suları sazişinə əsasən Hindistan və Pakistan arasında bu resursların bölüşdürülməsi beynəlxalq razılaşma ilə tənzimlənir. Eyni zamanda sərhəd keçid məntəqələri bağlandı, viza rejimi ləğv olundu. Pakistan isə bu addımları birbaşa müharibə bəhanəsi kimi dəyərləndirdi. Hazırki vəziyyət göstərir ki, qarşıdakı günlərdə ciddi silahlı toqquşma baş verməsi ehtimalı olduqca yüksəkdir. Müharibə baş verərsə ki, bu ehtimalı yenə də çox az dəyərləndirirəm. Mən hesab edirəm ki, biz bəşəriyyət növbəti dəfə fəlakətli bir hadisə ilə qarşılaşmış olacaq. Çünki Rusiya-Ukrayna müharibəsi, yaxın şərqdəki gərgin hadisələr və digər proseslər üzərinə də Hindistan və Pakistan kimi iki güclü dövlətin, nüvə silahına malik olan dövlətin müharibə eləməsi, yəni nəticələrini proqnozlaşdıra bilməyəcəyimiz hadisələrin baş verməsinə gətirib çıxara bilər. Ekspertlər bildirirlər ki, bu dəfə savaş birbaşa deyil, daha çox proksi qüvvələr üzərindən aparıla bilər. Yəni dünyanın növbəti toqquşacağı region buradır. Qaldı ki, kim qalib gələcək? Siyasi şərhçilər bildirir ki, hər halda nüvə başlığına malik olan iki dövlətin savaşının qalib olmaz. Fidan Səfərbək, Rəşimov, Space xəbər.